sizə deyim, həddindən artıq yeyinti var, anormal rüşvət var, həddindən artıq korrupsiya var, hamısı onun nəticəsidir. Korrupsiya var, amma həddindən artıq ifadəsi də biraz ağır oldu. Ağır olmasa bu boyut cəmaət batar. Amma tədbir də görülür də. Tədbir neyini? Nə qədər dövlət məmurları keçid var idi. Amma hakimiyyət olmur da. Su ehtiyatları özümüzdə də günah var, Tural bəy. Su ehtiyatları agentliyindən indiyə qədər kim həbs olunub? Heç Bakı İcra Hakimiyyətindən kim həbs olunub? Rayon icra hakimiyyətlərindən kim həbs olunub bu işlər üzrə? Tuneldə adam boğuldu, öldü da. Məsələn, siz gedin bir dənə yolda, məsəl üçün, canavar gəlsin, qoyunlarınızın içinə girsin, canavarı güllələsəz, Ekologiya Naziri cərimələyəcəksiniz. Düzdür? Kənddə öz həyətinizdə ağacınızı kəsəndə Ekologiya Naziri gəlir cərimə. Öz həyətimdə özüm əkmişəm, qardaş. Kəsirəm indi, qırılıram soyuqdan. Odun eləmək istəyirəm, gəlir sahə müvəkkili Ekologiya Nazirinə, öz həyətində, öz əkdiyin ağacı kəsdiyinə bir sənə cərimələyir. Düzdür ya, yox. Qırış bəy, yaxşı, bu boyda insanlar, bu boyda 2 adam boğuldu, öldü tuneldə. Yalan deyirəm Tural bəy. Doğru. 2 adam boğuldu, öldü. Kimi tutdular? Kimi tutdular? Və yaxud o tunellər indi işləyirdi dünə. Yol tapıblar. Ha, tuneli bağla, heç kim girməz. Nə yaxşıdır, qardaş. Ha, bu deyir o, atalarımızın sözü var ya, deyir, dişin ağrıyı çək qutar, başın ağrıyı kəs qutar. Başı kəsək qutarsın, vəssalam, tunelin girişini bağla. Oradan tunelə qədər gəlir maşınlar, oradan qanad açırlar belə. Qanad açırlar, tunelin üstündən uça-uça gedirlər, sonra belə şey olmaz axı. Hər yolu budur, Tural bəy. Aydındır. Bakı bu dəqiqə tramvay lazım deyil. Bakı bu dəqiqə su kanallarının çəkilməsi lazımdır. Bakı bu dəqiqə tıxacın aradan qaldırılması lazımdır. Bakı bu dəqiqə gənclər üçün normal qiymətə evlərin tikilməsi lazımdır. Bakıda bu dəqiqə sənədsiz evlərin sənədləşdirilməsi məsələləri lazımdır. Bakını şəhərə Bambey eləməyin də. Bambeyə dönürük yavaş. Fikir verirsiniz belə. Tam əhval-ruhiyyədir. Biz şəhər salma var, hər şey artıq planlıdır. Planlı filan deyil. Deyin qiymət qalxıb. Deyək ki, əvvəl məsələn bu qədər idi, rüşvətli filanlı binanın tikilməsi, indi o qədər. O da gəlir kimin belinə yüklənsin xanım? Sizin mənim kimi yetim üsürün. Gedə görə ev ala biləcəklər. Bəli, kvadratda fantastik qiymətlər. Artıq divar var, görməmişliyə baxın, qanunvericiliklə də ziddi. Bax, buradan prokurorluğa da çağırır. Divarı kvadrata salırlar. Sabah bilirsiniz nə edəcəklər? Binanın kölgəsini kvadrata salacaqlar. Sən binanın kölgəsi düşdüyü yer. Vallahi ciddi deyirəm. Ya bu qədər özbaşınalıq, bu qədər görməmişlik, bu qədər vəhşilik nə etmək istəyirsiniz? Yəni insanları boğaza yığıb deyəcək. Baxın mən baxdım da indi TikTokda siz də baxırsınız, o canlı yayım açırlar, ağzan deyər də adam deməsin, nə etsin? Bütün 20 il yığıb yığışdırdığı, tikib gəlib suyun altında qal. Və deyir 3 gündür, 4 gündür bir adam gəlib soruşmuş ki, sən nə edirsən burada? Burada körpə var, məktəbli yaşlı uşaqlar var, bağçaya gedən uşaqlar var, tam xəstə yaşlılar var, hamilə xanımlar var bu suların içində. Dövlət, hanı dövlət? Hardasan dövlət? Dövlət ancaq alanda mı dövlətdir? Ancaq vergidə mi dövlətdir? Ancaq cəza kəsəndə mi dövlətdir? Nədir qardaş bu maşınlar, nasoslar vurun suyu çıxardın da. Ya burada qanunsuz tikilib. Qanunsuz tikilən yerdən işıq pulu almırsan, su pulu almırsan, qaz pulu almırsan, alırsan, bələdiyyə pulu almırsan, alırsan, rüşvət almırsan, alırsan. Bu qaz çəkilib, işıq çəkilib bura. Necə çəkilib? Öz başına işin çəkə bilməzsən. Qanunsuz necə tikilə bilər? Qardaş, mən yenə deyirəm, o məmurların böyük əksəriyyətindən daha əvvəl Bakıda yaşamışam, Bakını görmüşəm, onların çoxu doğulmamışdı heç. Mən tam səmimi deyirəm, mən Bakı küçələrini gəzəndə, Bakı kubinkalarını filanlarını gəzəndə Nərmanov, Montin indi bahalı yerlər oldu. Montinin bəyənilmədiyi vaxtlarda mən orada oxumuşam, 10 il Montində oxumuşam. Yəni qardaş, niyə bu günə qoyursunuz Bakını? Nədir, bax, nədir, nə verib ala bilmirsiniz? Xidmət göstərin də.